Adam bəy, mən sizlə maraqlandırır. Bax, yenə də mən elə bil o sualım əslində mənim həmişə olub da o suala. Cavab tapa bilmirəm ona ki, yəni niyə də bu adam əgər bu qədər xeyir verirdisə, insanlara yaxşı məlumatlar verirsə, niyə bunu yəni dərsini soysunlar? Niyə? Bəli, niyə? Çünki istənilən cəmiyyətdə, istənilən formasiyada qəbul olunmuş əxlaq və siyasi hərəkat sistemi var. İnanc da demək istəyirsən. İnanc yox. Onsuz da insanlarda inanc var da. Bəli. Amma deyirlər, bax, buradan buraya qədərdir. Bundan o tərəfə ilə sənin işin olmasın. Məsələn, lap elə fərzəgən də Füzuliyə gələk. Deyir ki, əndişə-i zat qılmaq olmaz. Bilmək bu yetər ki, bilmək olmaz. Əgər sən Allahın atributlarını gedib təhlil eləmək istəsən, Allahın necə bir məfhum olduğunu dərk eləmək istəsən, çaşarsan. Bilmək bu yetər ki, bilmək olmaz. Çox dərinə getmə, başı hava gələr. Bu da yasaqdır. Yəni, burayacaq öyrənə bilərsən, bundan sonra yox. Nəsimin işi gücü neydi? Ruhla bağlıydı. Hələ təxəllüsü də Nəsimiddə. Nəsimi Şirvaniddə, hə? Seyid Əli, Seyid Məhəmmədoğlu, hə? Nəsimi Şirvani. Adı Əlidir də kişinin də. Atasının adı Məhəmməddir. Əslində dərk olunacaq, çox çətin müasir insanın dərk eləyə biləcəyi və qəbul eləyə biləcəyi çox az fakt var. Ki, burada insan onu necə dərk eləsin? Necə dərk eləsin ki, bu ruhunu bədəndən çıxartdı filan? Onun orada bir dənə də deyimi var idi ki, o təqiq ola bilər şeir yadımda deyil, amma bildirirdi ki, yəni məndədir də, yəni haqq mənəm, haqq məndədir, haqq söylərəm. Bəli. Bulmuşam həqqi, ənəl haqq söylərəm. Haqq məndədir deməyi belə deyim də, onun o yəni tanrı olmağını şey deyirdi. Qətiyyən. Allah Teala öz ruhundan üfürdü insana da. İnsanın ruhu əslində Allaha məxsusdur da. Bulmuşam həqqi. Bulmuşam həqqi. Həqiqəti tapmışam. Bulmuşam həqqi, ənəl haqq söylərəm. Yəni, mən deyirəm ki, haqlıyam, ənəl haqq, mən haqlıyam deməkdir. Mən haqqam deməkdir. Yəni, mən düz deyirəm deməkdir. Amma bunlar götürürlər, onu deyirlər ki, estağfurullah, mən Allaham. Allah sözü yoxdur ki orada. Haqq sözü Allahın adlarından biridir. Eyni zamanda da həqiqət deməkdir. Deyir, bulmuşam həqqi, ənəl haqq söylərəm. Haqq mənəm, haqq məndədir, haqq söylərəm. Yəni, mən bilmişəm ki, Allah Teala mənə ruhundan üfürübsə, Allahın qüdrətinin hansı bir faizi məndə var da. Mən indi elə yaşamalıyam ki, bu ruhu təmiz saxlayayım. Allahın huzuruna mənə təmiz verdiyi ruhla çıxım. Orada bir dənə də belə şey var, şeirlərində külli aləm elə onun özüdür. Yəni, şeirdə var, mən dəqiq deyə bilmirəm o şeirdə. O külli aləmi, məsələn, insanı, təkcə insanı deyil, ətrafımızda olan hər bir şeyi onun özündə təzəssüm elətdirirdi, Allahın özündə. Allah Teala yaradıb da. Hər şeyi Allah Teala yaradıb. Yox, təbii. 18 min aləmi də Allah Teala yaradıb. Bütün qalaktikaları da, bütün ulduzları da, eyni zamanda içində həyat olan, həyat olmayan səyyarələri də, həyat olmayanlarda daha əvvəl həyat olub, sonra sönüb həyat keçib o birilərə. Günəşə ən yaxın olan Merkuridir də, düzdür? Ütarit deyirlər ona. Orada həyat ola bilməz axı. Oranın materialı civədən və helyumdan ibarətdir. İkisi də zəhərli bir şeydir. Orada canlı yaşamaz. Ondan sonra gəlir Venera. Zöhrə deyirik biz ona. Zöhrə bir balaca aralıdır. Orada da temperatur istidir. İsti və soyuq. Çox qəribədir ki, məsələn, günəşin birbaşa düşməyindən hava çox isti olur. Sonra günəşin düşmədiyi yerlərdə isə çox soyuq olur. Ondan sonra gəlir yer. Yerdən sonra gəlir Mars. Məsələn, Marsda insan əməllərinin izləri qalıb.
Məsələn, böyük sfinkslərin heykəllərinin yeri qalıb. Sonra insan ayağının izinin yeri qalıb. Hətta orada nə bilim bir xüsusi sistem var ki, qapalı bir sistemdir. Belə deyirlər ki, bunun içində insanlar işləyirlər indi də. Suların əlamətləri var. Məsələn, su çəkiləndən sonra hansı tutalım ki, şəkilə düşürsə, hansı təbiət şəklinə düşürsə, həmin şəkillər Marsda var. Rəsmi məlumatdır. Rəsmi məlumat, bəli, NASA məlumatları mən sizə deyirəm, rəsmi. Onda bizdən Yəni daha güclü sivilizasiya olub onda. Ki, ora gediblər. Bax, indinin özündə məsələn, yuxarıda bir də aşağıda da, şimalda bir də cənub qütblərdə buzlar var. Allah Teala suyu sakit saxlayıb. İnsanlar özlərini pis aparanda, o sular əriyəcək, bütün yer kürəsi suyun altında qalacaq, məhv olacaq. Heç nəylə də oradan çıxmaq mümkün deyil. İnsanlar düz yaşamalıdırlar da. Yox, mənim atom silahım var, sənin xox gəlirəm, elə şey olar.